Yoxsa ki, ne üçün boşanır? Sən mənim istədiyim kimi olmalısan, o deyir, sən mənim istədiyim kimi olmalısan. İkisində də mən var, deyən özümü sevirəm də mən. Sənki sevgi deyil, sənki egoizmdir. Hər iki tərəf deyir ki, mən istəyirəm sən belə olasan, o deyir, mən istəyirəm sən belə olasan. Biri demir ki, sən necə istəyirsən, mən necə olum sənin üçün. Və bu da eşq. Eşq bu prosesdə doğulur, inkişaf eləyir. Eşq o zaman artır ki, sevdiğimin yolunda nədənsə keçirsən, xərcləyirsən, çətinlik çəkirsən. O səni əsəbləşdirir, sən dözürsən. Əsəbləşdirdikcə, sən dözdükcə eşqin artır ona. Bu olur həqiqi eşq, çünki ego zəifləyir. Ego olmayan yerdə eşq var. Ego olan yerdə mən var. Mən olan yerdə sevgi ola bilməz. Sən özünü sevirsən.